mən Mücad bəylə bugün şəhərdə axı sürmə dərsimizdəyik. Mücad bəy, buyursun skuter sürən qardaşı. Allah ruzusunu versin. Görürsən, işləyən insandır, əziyyət çəkir. Allah ruzusunu versin. Amma skuterlər çox təhlükəli nəqliyyat vasitəsidir. Sağın yanında biz o sağa keç. Qarşıdan sağa dönəcəyik çünki. Bax, sağında və yaxud da zolağında skuter sürən yoldaşlardan olsa, nə bilim, velosiped ehtiyatlı olur, uşaqlar gözə sonra. Velosiped sürən, döndürəni getdi. Motosikl sürən yoldaşlar olsa, ehtiyatını saxla həmişə qardaş. Onlar üçün sağda bir məsafə qoy, interval qoy və ayağın hər an, hər dəqiqə təkdə olsun, tormozlarında olsun. Yəni Allah göstərməsin də, insandır. Demirəm qəsdən nəsə yer. Ola bilər ki, baba maşın görsən üstündə gəlir. Qaçdıq biz ondan. Gördün? Halbuki şurada qoşa xət var ha. Necə solğundur, amma qoşa xət var. O maşın çıxmalı deyil, əksi olaraq. Gözləməli ki, onun qabağındakı maşın manevrin bitsin, sonra geçsin. O qaydanın pozu bizdə. Bax, görsən, hər an, hər dəqiqə sürücü olaraq biz hazır olmalıyıq. O üstünə gəlirsən, qaçmalısan sağa və baxmalısan, sağda maneə var, yoxsa yox. O da şərtdir. Bax, görsən, indi ağzımda ehtiyatlı olmaqdan danışırdıq. Bax, bu da bir nümunə idi. Çıxdı qarşımıza. Bax dostum, demirəm ki, o insan qəsdən nəsə manevr eləyər sənə doğru, skuter sürən və yaxud da motosikl sürən, moped sürən, velosiped sürən. Olar ki, insan da yıxıla bilər, idarə etməsini itirə bilər. Başa hər an, hər dəqiqə bir təhlükə var. Yollarda həmişə təhlükə var, yadında saxla. Və özünü sən qorumalısan, özün döyüşçü kimi həmişə döyüşə hazırsan. Sağını yandır. Bax, indi sağa dönərkən qabağına adam çıxa bilər. Yəni, ehtiyatını saxlamalısan. Çünki sağımızı görmürük, məhdudiyyət var. Və maillər və burada piyada keçsin olmağı qaydalara uyğun deyil. Təhlükəsinin əsaslarına görə biraz qarşıda olmalıdır o piyada keçsin. Çünki dönməzdən öncə də xəbərdarlıq nişanı yox idi piyada keçisi haqqında. Diqqət, uşaqlar adlı piyada keçisi var idi. Yəni uşaq çıxa bilər qabağımıza, orada məktəb var ona görə. Amma piyada keçisindən bağlı xəbərdarlıq nişanı olmalıdır, amma yox idi. İşlərimi çatdıra biləm dostum? Hər şey qaydasında? Tamam, uğurlar olsun.